Salam dostlar. Növbəti dəfə mən gəldim çıxdım Qazıngöl dağ zirvəsinin ən uzun nöqtəsinə. Bu dəfə 5 nəfərlə başladıq, 2 nəfərlə gəldik. Bir də bu Xəlil kişi. Özünə görə də əli ilan kimi süzülür dağda maşallah. Maşallah bilmiyorsun. Demək yazda gəlirdi, məni indi izləyənlər, tanıyanlar bilirlər. Deyirəm Qazıngöl dağ zirvəsində 2 zirvəsi var. Hələ 3'dür. Bir de zirvəsi var ki, oradan duranda iki gölü görürük. Biri Ermənistanda olan Qazan Gölü, biri de bizde olan Göy Gölü. İndi mən gördüğümü siz de görün. O bizim Qazan Gölümüz. İndi düzdür, düşüb Ermənistan ərazisine. Bu bizim Qazan Gölümüz. Laf yaxınlaşdıraq. Bizim ordudan qorxum olmasa ki, burada çimərim. Biraz ordudan qorxuram ki, deyəcək, baxsan, bilirsən, Süleyman, orada bizim topraklarını keçirdi. Ona görə. Yoxsa ermənilər bu teritoriyada, bax, ermənilərin postu bir sıradadır. Yolu gördünüz. Orada da daimi qalmırlar da, müvəqqətlərdən bir yol çəkiblər də. Amma Qapıcıqdan da baxmışam, orada bir şey yox. Qapıcıq deyəndə adam çəkdik. Xalid bir yanına çək, elini suya sürdülər. Qapıcıq da budur, bax zirvəsi budur. Bax, bu Qapıcıq dağının zirvəsi. Ayın 14 iyulda da Xalid kişi ilə orada mənim adımımı qeyd edirdik. Bu belə. Sönək bir yana. Bu qarşıdakı bu dağ ki var, bax bu dağ, bax belə. Qazangöl dağ silsiləsinin Ermənistan tərəfə düşən hissəsi. Bax belə gedir. Bu qaya bizdədir. Bunu buradan ona baxan o dağın davamıdır. Bax belə gedir ta ki o yaşıllığa qədər. İndi Qazan Gölü gördük, görmədik. Gördük. Bu bizim Qazan Gölümüz. Bu Qazan Gölümüz. Sərhəddən 720 metr demək aralıdır. Bizimlə Ermənistan arasında sərhəddən 720 metr aralıdır. Sərhəddə keçir bu kölgəlikdən. Bunu biraz uzaqlaşdıraq. Yavaş-yavaş çönürük Göy tərəfə. Göy tərəfə. Göy Gölündə suyu bax buradan gedir. Göy Gölümüz də oranı gördük. Bu da bizim Göy Gölümüz. Bu bizim Göy Gölümüz. Mənim rəngi kimin baxdı qara Ceyran'da deyə getirib. Təksənə qalıb orada. Yox, orada idi. Qonşularımdır. Ortada olan mənim maşınım. Qonaqlarımız da var qonşuluqda. İndi deyirlər bu maşın burada, özü burada yəsi yox, heç də yox. Görürsən hardadır. Bir bilərlər ki, başların üstündəyəm. Mən buradan baxıram, nəzarət edirəm. Nəzarətə nəzarət. Yaxşı, Göy Gölümüzü bir də göstərək, biraz uzaqlaşdıraq. Bu bizim Göy Gölümüz. O geldiğimiz yollar, böyle burada Saqqar suyumuz gelir. Buradan da çönək bu yana bir də Qazan Gölümüzü görək. Hövsələrimiz şeysi. Bu da bizim Qazan Gölümüz. Böyle geçsin ora. Bu da bizim Göy Gölümüz. Gelsin bura. Bak böyle. Uçkunumuzun da başı bak buradandır. Bak. Biraz da uçtaydı çatacıydı qara. O hansı uçkun budur. Bak görürsünüz. O bir videolarda da görərsiniz. Laf başı tam tökülüb gedir ta. Elə tərpənsə bu qara çatsa, qar artıq sağa tərəf Göy Gölə tərəfdir. Yəni bu yana da uça bilər. Belə. Nə deyə? Ortada o Göy dağımızdır. Bu Göy dağıdır. Bu Göy dağıdır. Ondan sonra ondan oyuna biraz bu Nəhəcir dağımızdır. Bu Nəhəcir dağıdır. O uzaqdakı Asabi Kəfdir. Bu qabaqda olan yamacı dik olan Berdik qalasıdır. Berdik qalasıdır. İndi Asabi Kəf şeydir. Alınca qalasını görün. Buradan bu da Alınca qalasıdır ortada. Bu çatan daş şeydir. Nətər deyirlər?
Onu da saxladıq sənin payda da. Hani çatan daşı da saxladıq sənin. Demək yayda buradan bu ortadan bax bu qarın olan yerindən sağa düşmək mümkündür yayda. Bunu hər adam düşə bilməz, ha, söhbət ondadır, çətindir. Amma düşmək mümkündür. Belə. İndi bu çönək